Bangkokdan sonra gəldi dənizin kənarında oturmağa. Dediyi biraz üzək, istirahət eləyək, sonra yolumuza davam eləyək. Var kimdir? Bu əsəri Starry Night, Ulduzlu Gecə. Bildiyim demək olar ki, yeganə əsəri bu idi. Şəkli götürürsünüz, qoyursunuz bura. Onu skan eləyir və sizin heyvanınız burada peyda olur. Bugün gəldik Vietnamda, Hanoi'da Ay Museum'a. Burada Van Gogh'un əsərləri və digər əsərlər, maraqlı video roliklər falan var. İndi bir gəzək. İşıqlı, təbii ki, işıqlı roliklər falan var. İndi gəzib görək. Yəqin ki, Vietnamda hardasa şəlalələrdir. Bu qəşəng şəkillər çəkdik. Daha sonra burada artıq payız fəslidir. Güllər uçur gedir. Bəzən burada ay yaranırdı. Bəzən fəsil dəyişir. Bu da biz. Bu da biz. Bu da biz. Bu şimdi məşhur rəssam Hacı Əhmədovalı Şəkər. Burada yenə də şəkillər dəyişdi. Buradan vurur divara. Belə də çəkə bilərsiniz. Belə də çəkə bilərsiniz. Növbəti. Növbəti otaqda Bangkok şəlaləsi. Və güllər bitən şəlalə. Oturmağa yerləri var. Otaq da bayağı uzundur. Gör hara gedibsiniz. Əslində 5 metrdir. Növbəti otaqda Vietnam dənizi var. The Sea of Vietnam. Hətta burada delfinlər də var. Məsələn, insanlar da gəliblər üzməyə. Sumkalarını gətiriblər. Bizi görən kimi hörmət əlaməti olaraq ayağa durdular. Şəkər. Art Qalereyası. Art Qalereyasında Van Gogh'un və digərlərinin əsərləri var. Hal-hazırda burada müxtəlif şəhərlərin şəkilləridir. Burada əsasən rəsm əsərləri var. Burada 4 dənə proyekt var. Onları vururlar. Koreya haqqındadır. Bunlar səhv eləmirəmsə, Koreyanın müxtəlif şəhərləridir. Yoxsa Vietnamın. Çünki bu Art Qalereyasının Koreya ilə bağlılığı var. Tam dəqiq bilmirəm. The Color of Korea. Bəli. Və gəldi çatdıq Van Gogh'a. Artıq rənglərdən təxmin edirəm ki, Van Gogh'un əsərləri gələcək. Bu əsəri Starry Night, Ulduzlu Gecə. Bildiyim demək olar ki, yeganə əsəri bu idi. Bangkokdan sonra gəldi dənizin kənarında oturmağa.
Dedik biraz üzək, istirahət eləyək, sonra yolumuza davam edək. Lan kimdir? Aa. Daha sonra burada belə bir otaq var. Şəkillər çəkəndə çox super düşür. Rəngi bərəng. Və sonda gəlirsiniz bu otağa. Burada istədiyiniz şəkilləri rəngləyə bilərsiniz krayonlarla. Və sizə çox maraqlı bir şey göstərəcəm. Şəkli hələ ki şəkər rəngləyir. Ondan əvvəl başqa bir yer göstərim. Burada bizim şəkillər var. Deməli, burada self otağı var. Burada şəkillərinizi çəkirsiniz. Karayam milli geyimlərini götürə bilərsiniz. Burada 2-3 manata verirlər kirayəyə. Saça taxmaq üçün də çıxarırsınızsa, bu şəkildə çıxarırsınızsa 2 manat. Əgər 2 dənə bundan çıxarırsa, təxminən 3 manat. 3 manat 20 qəpik qoyursunuz. Və burada rəqs eləməyə yer var idi. Hal-hazırda error verib, bayaqlar işləyirdi. Siz rəqs eləyirsiniz, orada sensoru kopyalayır və orada müxtəlif fiqurlarda sizin rəqsinizi yamsılayır. Bitir artıq. Şəklimiz bitdi artıq. Son ayaqlar. Və sonra siz şəkli götürürsünüz, qoyursunuz bura. Onu skan eləyir və sizin heyvanınız burada peyda olur. Hara getdi? Qaçdı getdi. Aha. Gözün ne oldu? Gözüm vurmuş şimdi. Ulan gözler ne olup böyle? Belə arkadaşlar. Bu kadar bugünləri gəldik. Ay müzeyimə gəzdik, əyləndik və 5-10 dəqiqədən gedirik evə.